Gündə 2 litr su içmək böyrək daşından qurtarırmı? Yəni, insanlarımız bunu qəzetdən, internetdən, bir çox yerdən oxuyurlar və həqiqətən bunu inanırlar. Ümumiyyətlə, çox məşhur əfsanələrin ortaq bir özəlliyi var. Bunların içərisində bir doğruluq payı var. Həqiqətən də gündə 2 litr su içmək böyrək daşından qoruya bilər. Yəni, qorumağı şərt deyil. Amma mexanizmini sizə gəlin, mən bu şəkildə izah edeyim. Ümumiyyətlə, bizim yanımıza gələn insanların çoxu nədən şikayət edirlər? Deyirlər ki, bax, mən CD analizi verdim. Bu təhlildə mənim CD-imdə kristallar gördülər. Mən həmişə bunlara belə izah edirəm. Deyirəm ki, baxın, CD nə üçündür? Böyrək, qanda, zəhərli və bizə lazımsız suda həll olunan duzları atmaqla məşhurdur. Bu duzlar nə əmələ gətirirlər? Kristallar formasında olurlar da. Yəni, biz bir meşəyə getdiyimiz zaman, aman Allahım, bu meşədə nə qədər çox ağac var, deyirikmi? Niyə demirik? Çünki elə ona görə onun meşə deyirik ki, orada ağac çoxdur da. Yəni, bugün bizim sidikdə də nə olmalıdır? Kristal olmalıdır. Yəni, elə sidik elə kristalları bədəndən uzaqlaşdırmaq üçündür. Demək ki, sidikdə kristal görülməsi qətiyyən təəccüblü bir şey deyil. Amma bunun içilən maye miqdarı ilə nə əlaqəsi var? Biz əgər mayeni nə qədər çox içsək, bizdə bir o qədər daha çox sidik ifrazatı olacaq, elə deyilmi? Əgər biz mayeni az içərsək, bu kristallar bir-birinə daha yaxın olacaq və bir-birinə yapışma imkanı əldə edəcəklər. Nə üçün? Çünki sidiyin həcmi az olacaq. Həqiqətən də gündə 2 litr su içmək məsələsinə elə gələcəyik. Həqiqətən də əgər bir insanın gündə sidiyi həcmi 2 litrdən daha çox olarsa, onda yenidən daş əmələ gəlmə ehtimalı 50%-dən çox azalır. Baxın, bizim daş əmələ gəlməsinə qarşı istifadə etdiyimiz ən effektiv dərmanın təsiri belə 30%-i keçmir. Amma təkcə sidik həcminin 2 litrdən yuxarı olmağı bizim verdiyimiz ən təsirli dərmandan belə daha effektivdir. O zaman demək ki, içilən maye ilə həqiqətən də daş əmələ gəlməsinin arasında bir əlaqə var. Amma bu 2 litr məsələsi o qədər doğru deyil. Nə üçün? Biz ümumiyyətlə biraz isti iqlimdə yaşayırıq və Azərbaycanın bir çox yeri qurudur, nəm yoxdur. Abşerona aid deyil, amma məsələn Kürdəmirdə, yəni hava istidir və qurudur, kontinental iqlimdir. Bu kimi yerlərdə gündə 2 litr sidiyi əldə etmək çox çətin olur. Onun üçün biz nə etməliyik? Su içməliyik. Azərbaycanlılarda isə su içmə mədəniyyəti yoxdur. Yeni-yeni formalaşır. Mən görürəm artıq şəhərlərdə əlində su şüşəsi ilə dolaşan insanlar və çox da sevinirəm. Həqiqətən bizim işimizi o cəhətdən yüngülləşdirir. Elə bilməyik, elə hər kəsin böyrəyində daş olmağı bizim xoşumuza gəlir. Bunun üçün ilin soyuq vaxtlarında 2 litr maye içmək kifayət edir. Çünki axı yeməklərlə də biz maye alırıq. Ancaq ilin isti vaxtlarında, yəni yay aylarında isə bunu 3 litrə qədər çıxartmaq lazımdır. Çünki tərlə biz daha çox maye itiririk. Ona görə də həqiqətən də Avropada, yəni ilin isti dövrünün qısa olduğu yerlərdə böyrək daşı çox az görülür. Böyrək daşı ən çox görüldüyü yaxın şərq, Ərəbistan, Emirat və s. falan, bax bu kimi ölkələrdə daha çox görülür. Niyə? Hava istidir deyə. Demək ki, gündə 2 litr maye içmək deyil, gündə 2 litr sidiyinin olmağı insanı böyrək daşından qoruyur. Həqiqətən qoruyur. Yaxşı, onda hər kəsə deyək ki, getsinlər, hər gün onlar sidiyin həcmini mi ölçsünlər? Bu da çox narahatçılıqdır. Ümumiyyətlə, hər hansı bir tədbir insan üçün komfortlu olmalıdır. Bunu ölçməyin çox sadə bir yolu var. Hər dəfə sidiyə gedəndə sidiyin rəngi su kimi şəffaf olmalıdır. Yəni, artıq sarı rəngdə sidiyə getdinizsə, demək ki, sizdə maye əksiyi var və bunu mütləq su ilə doldurmaq lazımdır. Su ilə dedim. Bax, çay, qəhvə, kompot, kola saymadım. Ümumiyyətlə, şirin sular bildiyimiz tam maye kimi sayılmır, çünki onların içərisində şəkər var. Şəkər özü suyu bağlayır və siz məsələn götürək ki, 1 litr şəkərli su içmişsiniz, məsələn kompot. Və əslində, faktiki olaraq 1 litr yox, məsələn, siz yarım litr saya bilərsiniz onu. Çünki o şəkər ki, glikogenə çevriləcək, o suyu özünə bağlayacaq. 1 molekul şəkər özünə 3 molekul su bağlayır. Ona görə də sizin içdiyiniz faktiki maye miqdarı az olacaq. Kompotun içərisində həm bizim bildiyimiz glukoza var, həm də fruktoza var.
Fruktoza insan bədənində toplanmır. Bizim onu toplamaq və enerji kimi istifadə etmək xüsusiyyətimiz yoxdur. Fruktoza bildiyimiz spirt kimi metabolizmaya gedir. Yəni belə söyləyim də, 1 litr kompot içmək 1 litr şərab içməyə bərabərdir. Kompotla şərabın yeganə fərqi odur ki, şərab sərxoşluq verir, kompot isə sərxoşluq vermir. Yəni bunu nəzərə almaq lazımdır. Bunun haqqında hələ bizim daha geniş bir söhbətimiz də olacaq. Yəni meyvə şirələri və bunun kimi bax kompotlar, bunlar sərxoşluq verməyən alkoqol kimi ələ alınmalıdırlar. Bunların da axırında gedib glikogen meydana gəlir. Kompotun tərkibində eyni zamanda glukoza da var. Həm meyvədən gələn glukoza var, həm də bizim onu əlavə elədiyimiz şəkərin tərkibində glukoza var. O glukoza mütləq sürətli bir şəkildə glikogenə çevrilir. Hər glikogen molekulu 3 su molekulunu özünə bağlayır. Ona görə də baxın, məsələn, o alkoqol içəndən sonraki gün bir şey oyanırlar, belə başım ağrıyır falan, buna rusca nə deyirlər? Suşnyak. Niyə suşnyak? Çünki alkoqol metabolizmaya girdi, hamısı glikogenə çevrildi və bədəndəki bütün mayeəni özünə çəkdi. İnsan özünü qupquru hiss edir. Kompotda da eyni təsir var. Çünki kompotdakı mexanizm də eynidir. Sadəcə olaraq dediyim kimi, kompot şərabdan fərqli olaraq insanda sərxoşluq verir. Ona görə də kompot içdiyiniz zaman bəli, əlavə maye almaq məcburiyyətindəsiniz. Çay ilə qəhvədə isə vəziyyət biraz qəribədir. Nə mənada qəribədir? Çay və qəhvə oksalat duzlarından ən zəngin olan qida maddəsidir. Və daşların da əksəriyyətinin oksalatdan ibarət olduğunu nəzərə alsaq, böyrək daşı olanların çay və qəhvəyə üstünlük verməməyi məsləhətdir. Çay və qəhvə içməyin demirəm. Ümumiyyətlə, həyat komfortlu olmalı dediyim kimi. Ancaq onlar çay və qəhvəni diqqətlə içməlidirlər və daha çox sadə su içməsinə diqqət eləməlidirlər. Buraya müəyyən mineral sular da daxildir. Ancaq mineral sular şirin sular kimi sayılmır. Onlarda bildiyimiz maye 1 litrdirsə elə 1 litr kimi götürürük. Onlar nə edirlər? Əlavə duz atılmasına yardım edirlər və böyrək daşı olan insanların qəhvə, çay və ümumiyyətlə mineral sulardan biraz uzaq olması yaxşı olar. Əslində çayın və qəhvənin tərkibindəki kofein sidik qovucu sayılır. Yəni bu cəhətdən baxanda sidik qovucular böyrək daşı problemi olan insanlarda həqiqətən çox faydalıdırlar. Orası doğrudur. Ancaq bu sidik qovucu təsirin yanında bunlarda oksalat çoxdur. Çünki bunlar bitki tərkibli içkilərdir. Oksalat isə daha çox, məsələn, bizim bədənimizdə götürək ki, bizim bədənimizin formalaşdıran zülallardır da. Albumin, globulin falan müxtəlif növ zülallarımız var. Bitkinin də o tikinti materialı var, o da oksalatdır. Biz də o oksalatı, yəni bitki çaylarını, buna bitki çaylar da daxildir, onlar içərisində kofein olmasa da. Biz bunlarla oksalat çox alırıq. Daşların isə 65% oksalat daşlarıdır. Biz oksalatı azaltmalıyıq. Ona görə də böyrək daşı problemi olan insanlarda çay və qəhvənin sidik qovucu təsirinin müsbət qatqısına baxmayaraq biz yenə də bunları çox tövsiyə eləmirik. Qadağan etmirəm mən. Xeyr, heç bir şey sizə qadağan deyil. İstədiyiniz hər şeyi yeyib içə bilərsiniz. Sadəcə olaraq qədərini hesablamaq məcburiyyətindəsiniz. Yəni, bu sizə nə verəcək? Siz çaydan və qəhvədən imtina eləyin. Hətta hər gündə 2 litr istədiyiniz olsun. Siz də yenə əgər müntəzəm böyrək daşı düşürən insansınızsa, yenə müntəzəm böyrək daşı düşürəcəksiniz. Belə baxanda nə dəyişdi ki? Sanki heç bir şey dəyişmir, amma çox şey dəyişir. Ümumiyyətlə, biz öhdəsindən gələ bilmədiyimiz məsələlərə necə yanaşırıq? Götürək ki, bir insan bir ildə 3 epizodda daş düşürür. Hər daş düşürmədə də bu 5 gün və ya 6 gün əziyyət çəkir. Biz müəyyən tədbirlər görürük və bu səfər xəstə insan 3 ildə bir epizod daş düşürür və hər daş düşürməsində də 3 gün əziyyət çəkir. Aralarında fərq varmı? Var. Bax, bu görülən tədbirlər, yəni çayın, qəhvənin məhdudlaşdırılması, şirin sulardan qaçmaq, mayeni, yəni suyu çox qəbul eləyərək gündə sidik miqdarını 2 litrin üzərinə çıxartmaq bizə bax bu effekti verir. Yenə də daş düşürmə epizodları yaranır. Ancaq bu səfər daha nadir olur və daha az olur. İnsanın o xəstəlik üçün itirdiyi vaxtı və çəkdiyi əziyyət çox-çox daha az olur. İnanın ki, bu çox vacib məqamdır bu problemi yaşayan insanlar üçün. Demək, mineral sular
Bunların tərkibində duz çox olur. Düzdür, süfrə sularında 1 litrə 10 milliqrama qədər duz olur. Bu çox böyük bir rəqəm deyil. Orqanizm o duzları da tullamaq üçün müəyyən sudan istifadə etsə də, yenə də sidik həcmini artırdıqları üçün biz mineral sularda 1 litr mineral suyu 1 litr ekvivalentində götürürük. Amma dediyim kimi kompot və ya şirin sularda 1 litr kola məsələn 1 litr su kimi əldə alınmır, onu yarım litr endirmək lazımdır. Böyrək daşı problemi olan insanların mütləq su ilə dostlaşmağı vacibdir.